Bugünkü izahımız olacaqdır qan-damar sisteminə aid quiz nömrə 1-in izahı. Deməli, birinci sualda belədir ki, deyir A, B, C, D qan qruplarına malik olan insanlar verilmişdir. Onların işarələri ilə, ox işarələri ilə onların hansı qan qruplarından qan ala biləcəyi və yaxud da verə biləcəyi göstərilmişdir. Sxemə görə A, B, C, D-nin hansı qan qrupu olduğunu müəyyən etməliyik. İlk öncə mən buradan görürəm ki, A-dan oxlar çıxır bütün qan qruplarına. Deməli, bütün qan qruplarına qan verə bilirsə, deməli A birinci qan qrupudur. Fikir versəz B-yə və C-yə bütün qan qruplarından oxlar gəlir. Bunlar da öz aralarında qan alış-veriş edə bilirlərsə, deməli bunların hər ikisi 4-cü qan qrupudur. D isə yalnız birdən alır, amma 4-lərə verə bilir. Bu 2 də ola bilər. 3-cü qan qrupu da ola bilər, fərqli yoxdur. Deməli A 1, B ilə C 4, D isə ikinci qan qrupudursa Y variantı. Sonra zədələnmiş damardakı deyir qanın tərkibində bunlardan hansı olmur? Ümumiyyətlə biz bilirik ki, zədələnmiş damarda qan axma baş verir. Qan axmanın durması üçün bizə laxtalanma lazımdır. Laxtalanma üçün kalsium duzları, su olur. Orada qanın tərkibindəki su. Sonra hemoglobin, bu da olur. Limfositlər, bu da olacaq, amma trombin olmayacaqdır. Trombin laxtalanma olduğuna görə çevriləcəkdir fibrinogenə. Ona görə bu olmaz zədələnmiş damarda. Elektrositlər qan damarlarında nə üçün çoxala bilmirlər? Çünki elektrositləri özlərinin nüvələri yoxdur və onlar yalnız qırmızı sümük iliyində əmələ gəlirlər. Sonra deyir 4-də şəkildə deyir kapilyar sistemdə göstərilmişdir. Birinci, ikinci bölgələrdəki damarlar arasında deyir aşağıdakılardan hansının sayı dəyişməz olaraq qalır. Fikir verirsinizsə bu hər hansısa bir toxmadır. Bunun içərisinə arteriya damarı girir, ortada kapilyar sistemdir, sonra venadır. Biz bilirik ki, bunlar arasında yalnız elektrositin, yəni qırmızı qan hüceyrələrinin sayı dəyişməz. Amma karbon qazının miqdarı dəyişəcək. Qan təzyiqidir, duzlardır, plazmada olan qidalı maddələrdir. Bunların hər biri toxumadan keçdikdə arteriya və vena damarlarında dəyişmə baş verir. Sonra nəyinsə üzərinə antitel gəlmişik. Bu bizdə immuniteti yaradıbdır. İmmunitet antitel və fagositoz tərəfindən bir-birinə yaranır, bir-birindən immunitetdir. Bu bizim kitablarda yoxdur təbii ki. Bilməməyiniz normal ola bilər. Sonra qanda limfositlərin miqdarını artırmaqla infeksiyon xəstəliklərdən orqanizmin qorunmasında davam edək. Deyir, qanda limfositlərin miqdarını artırmaqla infeksiyon xəstəliklərdən orqanizmin qorunmasında nə iştirak edir? İlk öncə bizim vəz var. Hansı ki, bu vəzdə timus vəzidir ki, limfositlərin miqdarını artırır, immuniteti qaldırır. Bir adamın kütləsi 70 kiloqramdırsa, onun maksimum neçə litr qanı ehtiyat halında saxlanılır? Deməli, biz ilk öncə bilməliyik ki, yetkin insanda qan bədənin 7-8%-ni təşkil edir. Bizdən maksimum dediyinə görə gəlin birincisi 70-in 8%-ni tapaq ki, görək bizim bədənimizdə nə qədər qan var. Buradan tapıram ki, 5,6 litrdir. Deməli, 70 kiloqramlıq bir insanın bədəninin içərisində 5,6 litr qanın miqdarına düşür. Qanın da 1/4-i depolarda saxlandığına görə 5,6-nın 1/4-ni tapsam, bu da mənə verər. Deməli, 1/4 C variantı. Sonra deyir ki, 8-də aşağıdakı verilmiş şəkildə hansı proses təsvir edilmişdir? Burada görürsünüz ki, yalançı ayaqlara malik olan bir hüceyrə, hər hansısa bir hüceyrəni, canlı orqanizmi udur yalançı ayaqlar vasitəsilə. Bu fagositoz hadisəsidir. Və qan hüceyrələrində leykositlər də ola bilər. 9. Aşağıdakı hansı qanın funksiyası deyil? Oksigen hüceyrələrə daşımaq, bu ola bilər. Karbon qazını ağciyərlərə daşımaq, bu ola bilər. Üzvi maddələrin həzmində iştirak etmək, hüceyrəni qidalı maddələrlə təmin etmək ola bilər. Tulantı məhsullarını hüceyrədən çıxartmaq olar, amma üzvi maddələrin həzmində iştirak etmək bu iştirak etmir. Ona görə cavab C. Qan lövhəcikləri hansı prosesdə aktiv iştirak edirlər? Qan lövhəcikləri dedikləri
hansı ki trombositləri nəzərdə tutur. Trombositlərin əsas funksiyası isə qanın laxtalanmasında iştirak etmək. Müalicə serumu nədən alınır? Müalicə zərdabı deyək buna, zərdabı. Müalicə zərdabı biz bilirik ki, alınır infeksiyon xəstəliyi keçirmiş insanın qan plazmasından. Ona görə B variantı. Sonra keçək 12. Rezus amili müsbət olan 4 insanın bir-birinə qan alıb vermə sxemi göstərilmişdir. Hansı bu insanın qan qrupu ola bilər? Yenə baxıram A-ya. A görürəm bütün qan qruplarına verir. Deməli A birinci qan qrupudur. D hər kəsdən alır. D hər kəsdən alırsa deməli bu olacaq 4-cü qan qrupu. Digərləri ikinci qan qrupu da ola bilər, 3-cü qan qrupu da ola bilər. Bunu tam bilə bilmərik, amma bir A ilə D-yə görə müəyyən etmək olar. A1, D4 olan bu deyil. A-nın 1, D-nin 4 olduğu yalnız D variantında var. 12-də olacaq D variantı. Şəxs difteriya xəstəliyinə deyir tutulubsa, onun qanına tez bir zamanda nə vurulmalıdır? Müalicə serumu vurulmalıdır. Peyvənd olmaz. Çünki peyvənd xəstə olunmayan adamlara vurulmalıdır. Əgər şəxs xəstəliyə tutulubsa, mütləq ona zərdab vurulmalıdır. Qan plazması ilə qan serumu arasında nə fərq var? Qan plazması ilə qan zərdabı arasında belə deyək də, hansı ki formanlı elementlər olmur. Qan plazmasında fibrin olur, amma serumda olmayacaqdır, zülallar. Ona görə D variantı. Bu hansı ki bu suallar qəbulda gələ bilər, diqqətli olun. İnsanda qan qruplarının uyğunluğu cədvəldə verilmişdir. Düzgün olmayan sıranı müəyyən edin. Deyir, birinci qan qrupu hər hansı qrupa qan verə bilər, düzdür. Hansı qrupdan qan ala bilər? Bu doğrudur. İkinci qan qrupu 2-yə və 4-ə verə bilər, 1 və 2-dən ala bilər. Doğrudur. İkinci qan qrupu 4-ə qan verə bilər, 2-dən qan ala bilər. Bu da doğrudur. Üçüncü qan qrupu 1-ə və 3-ə verə bilər. Ümumiyyətlə 1-ə qan verə bilməz, 4-ə qan verməlidir. 4-dən qan ala bilməz, çünki 4-cü qan qrupu özündən başqa heç kəsə qan vermir. Elə səhv olan D variantıdır. Keçək növbəti 16 nömrə sualımıza. Deyir ki, qanın 55-60%-ni təşkil edən plazmanın əmələ gəlməsinin mənbəyi nədir? Cavabları oxuyaq. Toxuma mayesi hesabına əmələ gəlir. Xeyr. Qırmızı sümük iliyində qan hüceyrələri ilə birlikdə əmələ gəlir. Təbii ki, plazmada, qan plazması da qırmızı sümük iliyində qan hüceyrələri ilə birgə əmələ gəlir. Amma yenə digərlərinə baxaq. Bağırsaqdan sorulmuş üzvü və qeyri-üzvü maddələr bu heç olmaz. Limfa mayesindən əmələ gəlir. Xeyr. Limfa və toxuma mayesindən əmələ gəlir. Xeyr. Elə ən doğru, dolğun cavab ola bilər B. Bu tür tərs sual imtahanda sizə gəlməz. Leykositlər harda əmələ gəlir? Ümumiyyətlə biz bilirik ki, leykositlər əmələ gəlirlər harda? Deməli, qırmızı sümük iliyində ilk öncə əmələ gələrlər. Sonra bunlar əmələ gələ bilərlər dalaqlarda, bir də limfa düyünlərində 1, 3, 5 C variantı. Sonra qanın əsas kütləsi nə rəngdədir və hansı qan hüceyrələrinə oxşuyur? Ümumiyyətlə qanın əksər hissəsi açıq sarı rəngdədir, çünki 55-60%-ni təşkil edir. Hansı ki bu da qan plazmasıdır. Qan plazmasının tərkibində də fibrin var. C variantı olacaqdır. Sonra hansı mülahizə doğrudur? Birinci qan qrupuna malik olan insanlar 50 yaşından sonra qan qrupunu dəyişir. Xeyr, heç bir insan qan qrupunu dəyişmir. Bütün qan qruplarından qan ala bilərlər. Xeyr, bütün qan qruplarına qan verə bilərlər. Ona görə 19-da C olacaq. Keçək 20-yə. Toxuma içərisində sərbəst hərəkət edə bilən qan hüceyrələri hansıdır? Hansı ki, bunlar leykositlərdir. Onlar da müdafiə funksiyasını yerinə yetirə bilirlər. Qan damarlarından çıxa bilmə funksiyaları var.